Son günlər Audio-Vizual Şuranın rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan eyni zamanda media nümayəndələrinə şikayət və sorğular daxil olur. Bu barədə Audio-Vizual Şura məlumat yayıb. Bildirilib ki, həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları, tarixin bir günü, Elgizlə izlə və s. onların aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə bağlıdır. Bəzi müraciətlərdə həmin televiziya proqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur. Məlum olduğu kimi Audio-Vizual Şura, audio-vizual media sahəsində tənzimlənməni həyata keçirən dövlət orqanıdır. Audio-Vizual Şuranın fəaliyyəti və ümumiyyətlə audio-vizual media sahəsinin tənzimlənməsi Media haqqında Azərbaycan Respublikası qanunu və digər müvafiq qanunlar əsasında aparılır. Media haqqında qanunun 5.4-cü maddəsində təsbit olunmuşdur ki, media sahəsində fəaliyyət, yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Qeyd olunanlara əsasən bildiririk ki, hər hansı bir proqramın fəaliyyətə başlaması və ya bağlanması, habelə hər hansı bir aparıcının və ya redaksiya əməkdaşının işə götürülməsi və ya işdən çıxarılması, dəvət olunan qonaqların, müzakirə olunan mövzuların müəyyən edilməsi sırf redaksiya siyasət çərçivəsinə daxil olub, Audio-Vizual Şuranın səlahiyyətlərinə aid deyildir. Audio-Vizual Şura hər hansı bir kanalda redaksiyaya qarşı sanksiya və ya inzibati tənbih tədbiri tətbiq edərkən media haqqında qanuna və bu sahəni tənzimləyən digər qanunlara əsaslanaraq qərar qəbul edir. Buna görə də müraciətlərdə bəzi vətəndaşlar tərəfindən istənilən kimi hər hansı proqramın bağlanmasını və ya aparıcının efirdən uzaqlaşdırılmasını Audio-Vizual Şura yerinə yetirə bilməz.